Bugün Azərbaycan tarixinin ən şəxsiyyətli və müdrik liderlərindən biri Ulu Öndər Heydər Əliyevin anım günüdür. Onun xatirəsi hər birimizin qəlbində əbədi yaşayır və Azərbaycan dövlətinin inkişaf yolunda qoyduğu möhkəm təməllər daim yolumuzu işıqlandırır. Heydər Əliyev yalnız bir siyasi lider deyil, həm də bütün ömrünü xalqına həsr etmiş, milli maraqları hər şeydən üstün tutmuş, ölkəsinin gələcəyini düşünən dövlət xadimi idi. O, mühüm tarixi mərhələlərdə xalqımızın taleyinə birbaşa təsir göstərmiş, Azərbaycanın müstəqillik yolunda ən ağır sınaqları böyük iradə və qətiyyətlə dəf etmişdir. Ulu Öndərin siyasi fəaliyyəti bir neçə dövrü əhatə etsə də, bütün həyatında dəyişməz qalan bir dəyər var idi: Azərbaycan sevgisi. O, harada çalışmasından asılı olmayaraq, xalqının rifahını, dövlətin güclənməsini, mədəniyyətin inkişafını, gənclərin təhsilini daim öz fəaliyyətinin mərkəzinə qoymuşdur. Bugünkü müstəqil Azərbaycan dövlətinin quruculuq salnaməsi Heydər Əliyevin adı ilə sıx bağlıdır. 20-ci əsrin sonlarında ölkəmizi parçalanma təhlükəsindən xilas edən, vətəndaş müharibəsinin qarşısını alan, dövlətçimizi möhkəmləndirən məhz onun uzaq görən siyasəti olmuşdur. Onun həyata keçirdiyi islahatlar, imzaladığı neft strategiyası, regionların inkişafı proqramları və Azərbaycanı beynəlxalq arenada tanıdan siyasət bugün də öz bəhrəsini verir. Heydər Əliyev həmçinin milli ideologiyamızı formalaşdıran böyük şəxsiyyət idi. O deyirdi: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam." Bu sözlər bugün də hər bir vətəndaş üçün həm qürur, həm də vətənə sədaqət və məsuliyyət çağrışıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndərin siyasi kursu bugün də uğurlu davam etdirilir. Onun müəyyən etdiyi strateji xətt, müstəqilliyin qorunması, ərazi bütövlüyünün bərpası, ölkənin iqtisadi, sosial inkişafı və beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində mühüm nəticələrə gətirib çıxarmışdır. Heydər Əliyevin xatirəsi anmaq yalnız keçmişi deyil, həm də bugünümüzü və gələcəyimizi düşünmək deməkdir. Çünki onun mirası sadəcə tarix deyil, bu daim yaşamaqda olan bir məktəbdir. Bu məktəb bizə dövlətçilik mədəniyyətini, vətəndaş məsuliyyətini, birlik və həmrəylik hissini aşılayır. Bugün biz Ulu Öndərin əziz xatirəsi qarşısında baş əyərək, onun arzularına layiq olmaq üçün daha fədakar çalışmalı, müstəqilliyimizi daha da möhkəmləndirməli, ölkəmizi daha da gücləndirməliyik. Ulu Öndər Heydər Əliyev hər zaman demişdi ki, Azərbaycanın gələcəyi parlaq olacaq. Biz onun bu sözlərini gerçəkləşdirmək üçün müasir Azərbaycanın quruculuq prosesində birliyimizi, əzmimizi və iradəmizi qorumağa borcluyuq. Gəlin, bu anım günündə onun ruhu qarşısında böyük ehtiramla bir daha söz verək ki, Azərbaycan dövlətçiliyi əbədi yaşayacaq. Xalqımız birlik və həmrəylik içində daha böyük nailiyyətlərə imza atacaqdır. Ulu Öndərin əziz xatirə qarşısında ehtiramla baş əyirik. Allah rəhmət eləsin.